nəzərə əsaslarını qoymuşdu. 1940-1950-ci illərdə ABŞ-da iki alim Margaret Naumburg və Edith Kramer incəsənət terapiyasını inkişaf etdirdilər. Onlar deyirdilər ki, insanın çəkdiyi sadə bir şəkil belə onun duyğularını və yaşantılarını ortaya çıxarmaq üçün böyük bir vasitədir. Bu dövrdə rəsm və incəsənət vasitəsilə müalicə geniş yayılmışdı. 1960-1980-ci illərdə bu illərdə ekspresiv terapiyanın müxtəlif istiqamətləri yarandı. Belə ki, musiqi terapiyası, rəqs terapiyası, drama terapiyası, yazı terapiyası, teatr terapiyası ayrıca tətbiq olunmağa başlandı. Onlar psixiatri xəstəxanalarda, məktəblərdə, reabilitasiya mərkəzlərində istifadə olunurdu. 1990-2000-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, ekspresiv terapiya travma, depressiya, qorxu, autizm və digər çətinliklərdə də çox faydalıdır. Bəs müasir dövrdə bugün ekspresiv terapiya multimodal yanaşma ilə aparılır. Yəni təkcə rəsm və musiqi yox, bir neçə üsul eyni vaxtda istifadə olunur. İndi həm uşaqlarla, həm də böyüklərlə, həmçinin də yaşlı insanlarla geniş şəkildə işləməkdə. Nəticə olaraq bunu deyə bilərəm ki, ekspresiv terapiya sadəcə bir müalicə üsulu deyil, həm də insanın daxili dünyasını kəşf etmək yoludur. Bir rəsm, bir musiqi parçası və ya bir hərəkət bəzən min sözün deyə bilmədiyini ifadə edir. Bu səbəbdən də ekspresiv terapiya həm psixoloji sağlamlıqda, həm də şəxsi inkişafda çox önəmli yer tutur. Mənim çıxışım bu qədər əzizlərim. Rəfiqə xanım buradadırmı? Bəli. Buradayım Həmidə xanım. Bəli, siz davam edə bilərsiniz. Tamam, əla, sevindim. Birinci ilk növbədə özümü mən təqdim edeyim. Mənim adım Rəfiqə Cəfərli. Buradan belə deyim də, hətta Instagramda məni takip edənlər və digər səhifə qruplarda təlimlərə qoşulanların adlarını görürəm və bu çox qürur verici bir hissdir mənim üçün. Bu arada təşəkkür edirəm hər birinizə. Mən özüm psixoloq, mak üzrə mütəxəssis, həmçinin rəsmi təlimçi və 2 ilə yaxındır ki, artıq praktik fəaliyyətə mənsub olan bir şəxsəm. Və bu günləri də belə deyim ki, ekspresiv terapiya anlayışının Azərbaycana gətirilməsi və Azərbaycanda yavaş-yavaş istifadə verilməsi də mənə məxsusdur. Və mən bunu necə tapmışam, necə bir məlumat olub, bu haqqında sizə məlumat verim. Ümumiyyətlə, mən özüm təbiət olaraq hər bir elm sahəsində yeniliyə sevənəm. Yəni ki, yeni nələrsə tapmaq, yeni fəaliyyətlər tapmaq və yeniliklərə qaçmaq mənə çox həzz verir və bunlardan biri də həmin bu ekspresiv terapiyanın özüdür. Ümumiyyətlə, ekspresiv terapiya niyə görə yeni sayılır? Məsələn, Həmidə xanım bildirdi ki, burada tutalım rəsm var, musiqi var, art var. Bəzi insanlarda belə bir sual yarana bilir ki, tamam da musiqi terapiyası ayrı var, rəsm terapiyası ayrı var. Nə bilim, hərəsi ayrı-ayrı bir terapiya növüdür, düzdürmü? Bunları biz niyə görə birləşdirməliyik? Bir dəqiqə özür. Səs-küy çox idi, ona görə səni söndürməli oldum. Tamam, bunların digərlərinin fərqi nədir? Birinci bunlardan başlamaq istəyirəm. Digərlərində fikir veririksə, məsələn, mən art terapiyada yalnız rəsmlər üzərindən getməliyəm. Musiqi terapiyasında musiqidən getməliyəm, düzdür? Və yaxud da məsələn, tutalım ki, nağıl terapiyası yalnız nağıl olmalıdır. Amma ekspresiv terapiya adından göründüyü kimi hər birinin qarşılığı deməkdir. Hətta bugün mən sizə bununla bağlı bir texnika da verəcəm ki, bunu həm gedib öz üzərinizə tətbiq edə bilərsiniz, həmçinin də ki, daha sonra belə deyim, seansda sizin əl yardımçınız olacaq. Belə deyib, bir çantanızı artıracaq bu günləri. Mən məsələn, musiqi terapiyasını yalnız musiqidən istifadə edəcəm, nağıl terapiyasını yalnız nağıl olacaq. Amma burada isə biz bunların hər birinin birləşməsindən məşğul olacaq. Tamam, yaxşı, buna nə ehtiyac var? Bəzən ümumiyyətlə, elə insan olur ki, yalnız şəkil çəkmək onu bezdirir. Müəyyən müddət sonra atır kənara. Və yaxud da ki, onu psixoloqun görə, psixoloq mənə desəydi, mən bunu eləməliyəm deyirdi. Amma həqiqətən ürəyindən gələrək eləmir. Ən çox da bu, hiperaktiv olan uşaqlar var.
bir yerdə dayana bilməyən, daim ora-bura gedən. Bax, belə uşaqlarla işləyəndə daha səmərəli olur. Və bu ekspressiv terapiyanın yaranmasıdır, ümumiyyətlə necə yaranıb, nə olub, hamısını Həmidə xanım sizə geniş məlumat verdi. Mənə isə qalır onun praktik hissəsini sizə vermək. Eee, bunu bildirim ki, insanlara belə bir sual yaranır ki, tamam da yaxşı, ekspressiv terapiyanın digərlərinə fərqi nədir? Məsələn, niyə mən gedib ekspressiya yapışmalıyam? Niyə? Çünki belə deyək, digər məsələn terapiya növləri var. CBT, Gestalt, psixoanaliz və yaxud da ki, mak terapiya, mən özüm mak üzrə mütəxəssisəm həmçinin və sair. İndi mən istəmirəm ancaq mən danışım, arada bir sizin səsinizi eşitmək istəyirəm. Sizcə ekspressiv terapiya ilə digərlərinin fərqi nədir? Nə kimi üstünlüyü var, nə kimi zəifliyi var? Kim onu müqayisə edə bilər və yaxud da bir fikir bildirə bilər? Təlimdə sadəcə mən danışım, siz qulaq asın, o biraz effektiv olmur. İnteraktiv olanda daha maraqlı olur. Aha, yavaş-yavaş görürəm kameralar açılır. Kimsə belə istəyirsə ürəklənsin, nəsə onun fərqi barədə məlumat versin. Onda Həmidə xanım, iş bizə düşür. Heç kimdən səs çıxmadı. Onda iş bizə düşür. Və sizcə Həmidə xanım, ona gəlin bir ikimiz bir bu mövzuya toxunaq ki, ekspresiv terapiyanın digərlərindən fərqi nə ola bilər? Həmidə xanım başlasın, siz də məncə ardıcı gedə bilərsiniz. Həmidə xanım, siz də Ekspresif terapiyanın aha. ekspresif terapiyanın digər terapiyalardan fərqi bunda ola bilər. Digər terapiya növlərində təkcə terapevt və pasiyent olur. Burada isə yəni digərlərində sözləndir. Amma burada ilk fərq ondadır ki, digərlərində sözlə terapiyadır. Burada isə rəsm çəkməklə, drama ilə, teatrla, teatr hərəkətləri ilə olan bir terapiya növüdür. İlk fərq budur. Aha, əla. Həmidə xanım bir fikir gəldi. Sonra mən Zəmrə xanımın səsini eşitmək istəyirəm. Şəxsən Instagramda mənə maraqlı gəlirdi. Çox ümumiyyətlə tanış olmaq istəyirəm. Daha sonra digərləri, məsələn, Təranə xanım, Rəna xanım, hər birinizin səsini eşitməyi mənə bir zövq verər. Salam, hər vaxtınız xeyir olsun. Salam. Ekspresiv terapiyanın digər terapiyalardan fərqi odur ki, burada zəif şuuru olan uşaqlar da, insanlar da iştirak edə bilirlər. Burada əsasən nəticə deyil, Yəqin ki, hə, internetdə müəyyən problem oldu. Çox sağ ol Zəmrə xanım. Əsl da fikir bildirdi. Başqa? Tamam, digərlərinə səs çıxmalıdır. Onda belə deyək. Birinci gəlin hissə-hissə götürək və hissə-hissə fərqlərini deyək. CBT əsasən düşüncəyə fokuslanır, düzdür? CBT deyir ki, əsas məsələ düşüncədədir. Behaviorallar deyir ki, davranışdır. Psixoanaliz deyir ki, şuuraltıdır, düzdür? Tamam, əla. Aydındır Rəna xanım. Mən sadəcə istədim ki, yəni bir aktiv şəkildə hərəkət eləyək. Burada heç bir, yəni belə deyək, qorxu və yaxud narahatçılıq yoxdur. Yəni tam rahat ola bilərsiniz. Belə deyək. Ekspresiv terapiya məsələn CBT yalnız düşüncəyə gedir, düzdürmü? Nə bilim, behaviorallar davranışı götürüb, psixoanaliz deyir mənə şuuraltı maraqlıdır və sair və sair. Burada isə düşünün ki, həm insan rəqs eləyə bilir, həm insan rəqslərlə özünü ifadə edə bilir, həm rəsmlə ifadə edə bilir, həm nağılı ifadə edə bilir. Hamısı da bir arada cəmlənir. Və gəlin ondan biz elə bunun bir texnikası üzərindən gedək bu günləri və mən bu texnikanı daha sonra qrupa göndərəcəm. İntibatçılarla danışıb qrupa göndərəcəm. Deməli, baxın, belə bir burada texnika var. Kimsə istəyərsə screenshot formada götürər və yaxud da ki, onsuz da mən bunu rəhbərə göndərəcəm, o da sizə göndərsin. Baxaq bura ki, bax, texnika adı belə gedir. Hisslərinə, səslə, rənglə, sözlə forma ver. Əsas məsələdir, insanlar daha çox gündəlik istifadə olan bu stresi azaltmaq üçün. İndi biz necə başlayacağıq? Deməli,
insan gəlir, amma belə bir məsələ var. Burada çox incə nüanslara toxunacağam mən. Məsələn, insan gəlir ki, mən bunu mahnı açmaq istəyirəm. İlk növbədə pasiyentin özündən və ya müştərinin özündən bir sual vermək lazımdır ki, musiqi qoşmaq sizə necə təsir edər? Elə insan var deyir ki, mən istəmirəm, mən bura mahnıya qulaq asmağa gəlmişəm. O zaman artıq bunu eləyə bilmərik. Və yaxud da ki, məsələn, bu dəfə məsələn bunu istəmirəm. Okay, tamam. Problem yoxdur. Çünki ola bilər ki, bəzən pasiyent istəməsin ümumiyyətlə mahnı qoşmaq. Bəzən ola bilər insandır ki, mən bu qədər pul vermişəm ki, gəlim oturum təkcə mahnıya qulaq asım. Mənim dərdimə olub çıxım gedim. Yəni belə tiplər də olur. Ona görə biz bacardığımız qədər incə düşünməliyik. Musiqi ilə daha çox burada qeyd etmişəm. Daha çox təbiət səsləri, insanı həqiqətən sakitləşdirə biləcək bir mahnılar bizə lazımdır. Və o zaman müştəridən soruşur ki, sən bu mahnıya qulaq asarkən içində nə var? Hansı hiss daha çox üstünlük təşkil edir? Məsələn, elə insan var deyir ki, oyda, sanki bütün məsuliyyətdən azad olmuş, bütün problemlər bitmiş kimi hiss edirəm. Bədən artıq rahatlaşır. Və yaxud da məsələn deyir ki, özümü tədirgin hiss edirəm. Və yaxud da birisi deyir ki, arzularıma çatmış kimi hiss edirəm. O hiss mənə lazımdır. O insan ayağa tutan o hissdir. İnsan daima belə deyəndə, bir növ mahnıya daima qulaq asır. O hisslərin ağuşuna düşür. Okay, tamam. Daha sonra isə biz nəyi xahiş edirik? Götürür bir dənə kağızı və qabağına cürbəcür ruçka, belə deyim də, sadə karandaş və cürbəcür rəngli karandaşlar qoyur. Belə deyirik ki, o bayaqki hissi var ha, onu mənə rəsmdə əks elətdir. Onu gətir tök rəsmə. Və burada çox gözəl bir hissəyə var. Əgər içində insan daima qarışıqdırsa, fikir verəcəksiniz ki, məsələn də, bu vərəqdir, belə deyim, bu vərəqdir, düzdürmü? Bu vərəqdir. Əvvəl bir belə tutacaq, nə bilim, bir belə baxacaq, nə bilim, bir belə çevirəcək. Axır hə, qərara gəldi bu. Və tez-tezdə pozandan istifadə edir. Yəni, biraz çəkdi, xoşuna gəlmədi, pozdan, biraz çəkdi, xoşuna gəlmədi. Poz qarışıq da bilmir nə çəksin. Əgər sakitdirsə, böyücə sakit-sakit bir yerdən başladı, bir rəng götürür və daha çox da belə deyim, sakitlik verən rənglərə üstünlük verəcək. Məsələn, bu yaşıl ola bilər, ağ ola bilər və s. Bunu çəkdi. Daha sonra isə artıq burada mən nümunə kimi 3 sual qoymuşam. Burada istəsək artıq bu texnikanı davam elətdirə bilərik, yaxud artıq mak terapiyadan istifadə edə bilərik. Heç bir problem yoxdur. Mən məsələn belə yerlərdə daha çox mak terapiyaya üstünlük verirəm. Çünki mak həqiqətən sözsüz bir vasitədir. Deməli, gəlirik sözdən ifadəyə. Artıq mən bu şəkli çəkib mənim üçün, başlayır mənə bunun haqqında hekayə qurmağa. Bu suallardan başlaya bilərik. Məsələn, bu rəsm mənim hansı hissimi göstərir, hansı tərəfimi göstərir? Bu rəsm mənə nə mesaj verir? Və yaxud da ki, bu rəsm haqqında necə hekayə qura bilərik? Məsələn, uşaq və yeniyetmələrlə, uşaq dediyimiz təbii 5-6 yaş nəzərdə tutmuruq, 10-11 yaş və yuxarı, yeniyetmə götürəkdə yəni. Onlarla eləyən zaman bizim məsələn, tutalım ki, bunları eləməyimiz problem yoxdur. Amma bəzən böyük insanlar olanda, onlar rəsm çəkirlər ha, amma bəzən də belə bir içlərində şübhə yaranır ki, mən bu şəkil çəkməyə gəlmişəm. Elə tiplər də olur. O zaman artıq mən biraz bu texnikanı dəyişməli olacağam. Tamam, istəmirsən qoyaq kənara. Belə hallar da ola bilər. Və o da təbii ki, onun müdafiəsidir yəni. Deməli, hələ ki biz normaldan gələk ki, heç bir problem yaratmayıb, bunların hamısını eləmək istəyib və edib. Və bir də, kimin sualı yaranarsa chat bölməsi mənim qarşımdadır, hər an yaza bilər. Ümumiyyətlə, rəsm bacarığı yoxdur və bundan çəkinirsə, belə bir məsələ var, Rəna. Zaten heç birimiz rəssam deyilik, düz və biz müştəridən tələb eləmirik ki, mənim üçün fövqəladə bir şey yarat. Bu onun sadəcə, əgər deyirsə ki, mən şəkil çəkməyi bacarmıram, bu onun müdafiəsidir. Müdafiə mexanizmidir. Onsuz da seansa gələn heç bir şey, heç bir kəs daha doğrusu, rəsm çəkməyi gözəl bilmir. Bu art terapiyanı eləyəndə mən şahidi olmuşam, nə bilim, başqa terapiyalarda eləyəndə sadəcə insan müdafiəsi qalxır, bu qədər. O zaman biz ona deyə bilərik ki, heç kim rəssam deyil. Və siz də bura, yəni, belə deyim də, biz sizdən böyük bir rəsm yaratmanızı gözləmirik. Necə ürəyiniz istəyir, sizə necə xoşdur, eləyin. Necə istəyirsiniz, çəkin. Qoyun tam rahat çəksin. Yəni, ağlına heç nə gəlmirsə, güclü müdafiəsi var. Onu bilin ki, ola bilməz onun ağlına gəlməsi. Gəlir, güclü müdafiəsi var. Bu halda, bu iminli, yəni ağlına heç nə gəlmir sözün dediyi halda, mak terapiyanı girirəm.
Onda o insan görür ki, həqiqətən o şuuraltı nələrsə var imiş. Sadəcə şuuraltı müdafiə mexanizmi qaldırdığı üçün şuur səviyyəsinə gəlib çata bilmir. Belə bir halda mən rastlaşmışam. İndi bunu mən texnika tamamını daha sonra mən isə dünən elə seansda yaşadığım bir hadisəni nümunə olaraq, paradigma olaraq verəcəm. Buyurun, xoşdur. Daha sonra isə bir vaxt ayıracağam 10-15 dəqiqəlik ki, bir söhbət eləyək. Daha sonra isə əgər rəhbərlik icazə verərsə, o makla bağlı bir workshop kimi eləyək ki, o barədə bir məlumatınız olsun. Aha, deməli, düşünək ki, müştəri artıq şəkli çəkdi. İndi gəlirik qurtarmağa, bağlanış mərasiminə. İndi artıq biz ona başlayırıq bu suallar verməyə. Sən bu proses boyu nə hiss elədin? Necə hisslərlə gəlmişdin? Necə hisslərlə getdin? Nəyi dəyişmək, nəyi anlamaqda sənə bu kömək elədi? İndi mən bu texnikanı daha sonra rəhbər sizə göndərəcəm. Baxın, bu rəqsin belə bir məsələsi də var ki, elmi əsası dedikdə. Elmi əsas nə deməkdir? Zaten bunun kim tərəfindən yaradıldığını, necə olduğunu barədə Həmidə xanım çox ətraflı məlumat verdi. Mən onun sahəsinə, ora girmək istəmirəm artıq. Burada rəsm yazıb o işi ki, bəzən bizə çox vaxt, daha çox müştərinin yaşı valideynlər və yaxud onların yaxınları və yaxud müştərinin özü deyir ki, rəsm nə vaxtdan terapiya olub, musiqi nə vaxtdan terapiya olub, psixoloqlar da qalıblar neynəsinlər. Amma hər bir elmi əsası var. Məsələn, rəsm. Bizim ümumiyyətlə, onu belə deyim ki, yaradıcı hissəmiz, emosiyalarımız, intuisiyalarımız sağ yarımkürə vasitəsilə həyata keçirilir. Amma rasional düşüncələrimiz, məntiqi sol yarımkürə vasitəsilə həyata keçirilir. Və təbii ki, sağ yarımkürəsi daha çox inkişaf eləmiş insana yaradıcılıq qabiliyyəti daha güclü olur. Və rəsm insanın sağ beyin yarımkürəsini, emosional emanını təbii ki, sürətlə aktivləşdirir. Yazı isə sol beyin yarımkürəsini aktivləşdirir. Bəzən biz niyə deyirik ki, məsələn, texnikaların çoxunda yazma olur. Ümumiyyətlə, elə bir bunu özünüzdə yoxlasaz görərsiniz, kiməsə qarşı bir aqressiyanız olur ha. O aqressiyanı, həmin o insanın aqressiyanızı kağıza töksəz, bir də ayılacaqsınız ki, aqressiya yuxa çıxdı. Çünki yazırıq axı. Və musiqi. Musiqi də insan limbik sisteminə təsir eləyir, stres hormonlarını tənzimləyir. Belə bir məsələ var. Bunu mən müşahidə də eləmişəm. Və bunu çox tam əminliklə deyə bilərəm, tətbiq də edə bilərsiniz. İnsan daima gərgin, döyüş mahnılarına qulaq asanda özü də gərgin olur və özü də daimi döyüş modunda olur elə bil. Nə qədər ki sakit, belə slow mahnılara qulaq asırsa, o həmçinin sakit ruhda olur. Bunu həqiqətən özünüzə bir həftə, 10 gün tətbiq edin, görəcəksiniz. Deməli, bu texnikanı kimsə istəyərsə çəksin, bu hissə formada qoyacağam. Yaxud da rəhbərliyə göndərəcəm. Bəli. Olar mən digər terapiya növlərindən fərqini biraz daha geniş şəkildə danışım. Təbii ki, olar. Mən sadəcə nitqimi yekunlaşdırım, daha sonra təbii ki, davam edib mən də əslində şad olaram ki, öyrənəsiz, daha doğrusu öyrədəsiz. Bayaqlar mən Rəna xanıma bir fikir bildirmişdim ki, olan bir praktika deyəcəm. Məsələn, mənə görə təbii ki də ki, biz bütün terapiya növlərini öyrənirik. Bəzi şəxslər görmüşəm tamamilə əksinə olur. Dedektiv kitabları, filmlər orada rahatlıq tapır. Amma slow mahnı daha depressivləşirlər. Çünki slow mahnı gələn zaman, baxın elə o özü sizə nəyisə deyir. Dedektiv kitablar. Dedektivin işləri nəyisə axtarmaq, tapmaq. Deməli, bu insan daxilini onu narahat edən nəyisə axtarıb tapmaq istəyir. Rock musiqi nədir? Gərginlik bir növ, hə? Deməli, mən ondan deməli, Rəna xanım, biraz biz buna baxmalıyıq ki, slow mahnı nədir? İnsanı sükutda getdiyi dön. Susdu hər şey. İnsan sakitliyə susanda bastırdığı şeylər üzə çıxır. Və insan da bastırdığı heç bir şeylə üzləşməmək üçün qaçır bunlara. Yəni, heç bir şey səbəbsiz baş vermir. Və elə bir dünən praktikada olan bir nümunə verəcəm. Amma mən həmişə bunu deyirəm ki, düzdür, biz hər bir terapiya növünü öyrənməliyik. Çünki elə müştəri var, ondan mak işləyə bilərsən, CBT, ekspresiv və s. Amma biri üzrə insan daimi mütəxəssisləşir. Mən həmişə ekspresiv terapiya ilə mak terapiyanı birləşdirib həyata keçirirəm. Niyə görə? Məsələn, bu kimi hisslər olan insan ümumiyyətlə deyir ki, biz 10 dəqiqə də verirsən, 15 dəqiqə də verirsən, bu heç çəkə bilmirsən, o zaman gəl mak terapiya ilə girək. Yəni, və dünənlər mən xanım gəlib, xanımla biz seans keçirik. Xanımın 30 yaşı var. Artıq belə deyim də, zaksları olub, toyları olacaq. Amma xanım nədən şikayətinə gəlib? Şikayət olaraq gəlib, mən çox aqressivəm. Və heç bir şey, nə akademik,
sferada, nə iş sferasında mən heç nə də bilmirəm. Mən nə edim? Əvvəl mən bu texnikanı ona eləmişdim, xanım çəkmir. Konkret xanım çəkə bilmir. Dedim tamam. Maq terapiya. Maq terapiyaya biz girdikdə artıq öyrəndik ki, bu şuur səviyyəsini göstərən bu məsələ ona işarə eləyir ki, sən həll edə bilmədiyin bir məsələ var. Bu həll edə bilmədiyi məsələ nədir? Babası rəhmətə gedəndən bəri bu insan daxili tənhalıqdan əziyyət çəkir. Və artıq bu da elə bir də gəlib çatır, bədən artıq buna dözmür. Bunu başqa bir problemin üzə çıxardır. Təbii ki, biz bilirik ki, heç vaxt şuuraltı bunu mənə problem bu kimi gətirmir. Bunu verir ki, get deyir, bundan bu problemi tap və həll elə. Bu cümləni məsələn uşaqlarda da görə bilərsiniz. Eee, çünki müdafiəsi qalxır da insan. Şuuraltının işi nədir? İnsanı qorumaq. Şuuraltı düşünür ki, əgər mən bunu məndə varsa, bu məndə qalmalıdır. Mən bunu qarşı tərəfə verməməliyəm. Bu mənimdir, mən özümü qorumalıyam. Buna görə də avtomatik müdafiəsini qaldır. Amma belə olan halda insanın qətiyyən müdafiəsini qırmaq ki, əşi yox, sən bilirsən, prosta özün çəkməyəsən, müdafiəsini qaldırmırsan, qətiyyən olmaz. Çünki insan həmişə müdafiə mexanizmi yerində qalmalıdır. Bəzən çox təəssüflər olsun ki, mən bu halına rastlaşmışam. Sadəcə belə deyim də, sırf ki, düz olmalıdır, indi bu insan sağalmalıdır deyən psixoloq onu elə bir problemə salır ki, müdafiəsini qırır. Bax, bu tip cümlələrini yazdığım dərdi 1 isə 5 olur. Belə kimi problemlər var. Ona görə də mən həmişə məsləhət görərəm ki, ekspresiv terapiya ilə MAK-ı birləşdirib daha effektiv nəticə almaq olar. Amma Nirəna xanımın fikrinə bir şey bildirəcəm. Ümumiyyətlə unutma, həmişə deyirlər ki, yaxşı bir söz var. İnsanı necə tanımaq istəyirsənsə, onun nə kitablar oxuduğunu, nə kitablar, nə filmlər izlədiyini, nələr sevdiyinə bax. Onlar sənə onun haqqında çox böyük məlumat verəcək. Deməli, detektiv kitabları, filmləri sevən insan bir növ həyəcan, düzdür, maraq, axtarış bunu istəyir. Okay, nəyə görə bunu istəyir? Buna baxmaq lazımdır. Çox rəğbətəm, dərinə girmək istəmirəm. Amma istəsəz biz sizin daha sonra şəxsilə bunun səbəbini aydınlaşdırıb izah edə bilərik. Yəni. Bir də bu arada bunu da bildirim ki, nə gözəl. Detektiv kitab yazmışam. Əla, əla. Yox, yox, Nərmin xanım, burada sürü sayəsiz heç bir şey yoxdur. Siz təbii ki də fikrinizi bildirə bilərsiniz. Sadəcə mən peşəm gəlir etik kodeksləri pozmamalıyam qətiyyən. Ona görə də yəni mən çox artıq dərinə girə bilmirəm. Mən şeyini elanə, mən özüm əsəbi oldu ya da hansı işim yolunda getməli, özümü musiqidə sakitləşdirirəm. Görürsən, 2 insan eyni situasiya, amma fərqli reaksiya. Rəna xanım, kitabın adını ümumiyyətlə deyə bilərsiniz. Mənə çox maraqlı gəldi. Dedektiv kitab yazmışam, əla. Zehni işlək tutur, mavi qan. Bilmirəm, daha zehni işlək tutur. Mən zehnimi məşğul eləməliyəm, düzdür? Məşğuliyyət olmalıdır. Bu beyin məşğul olmalı nəydənsə. Nəydənsə məşğul, nəydənsə qaçış da. Ona baxmaq lazımdır. İnşallah biz Naibüs qanun gələn kitabı artıq çıxıb, yoxsa hələ satışda yox? İnşallah, inşallah Rəna xanım. Çıxan kimi şəxsən mən almaq istəyərəm, çünki mən kitabların psixoloji analizini çox tez eləyirəm də və çox xoşuma gəlir. Sonuncu dəfə Stefan Zweig'in Bilinməyən bir qadın məktubunu analiz eləmişdim. Ümumiyyətlə detektiv kitabları analiz eləmək mənim çox xoşuma gəlir bu arada, psixoloji cəhətdən analiz eləmək. Həmçinin psixoloji detektiv kitabları da var, bunun da məlumatını verim. Amma yəni çox, yəni şad oldum. Amma Rəna xanım, həqiqətən də belə deyim, o kitab çox mükəmməl. Stefan Zweig çox mükəmməldir. Bilinməyən bir qadın məktubu da çox, necə deyim, fövqəladə bir əsərdir. Yəni mən psixoloq ona oturub saat günlərlə ağlamışam. Onun qədər mənə təsir eləyə bilən əsər olmadı. Amma psixoloji cəhət təhlil eləyəndə çox gözəl nüanslar gəlir və orada da görürsən ki, psixoanaliz Freud həqiqətən hər bir şey düz deyir. Amma Rəna xanım, daha sonra yəni istəsəz o həmin o MAK terapiyanı təbii ki, ödənişli əsaslanır. Mən qətiyyən heç kimə ödəniş götürmürəm. Belə bunu da bildirim. Yəni kimə nə ehtiyacı olsa ödənişli şəkildə yardım göstərirəm hər tərəfli. İstəsəz Rəna xanım, biz sizinlə görüntülü formada həmin o MAK-la məşğul o nədirsə, kimdən qaçırdan o problemi tapa bilər ki, daha sonra isə problem yaratmasın. Əla olar. Başqa kimin nə sualı, ona maraqlı qalan?
Mövzuyla əlaqədar, mövzudan kənar, kimin nə sualı varsa buyura bilər. Rəna xanım, buyurun. Bacardığımız qədər Buyurun Rəna cavablandırırıq. xanım. Buradan sualım hər iki təlimçiyə, yəni hər ikinizə sual vermək istəyərdim. Sizlərə görə sakitlik bir rəng olsaydı, sakitlik duyğusu bir rəng olsaydı, hansı rəng olardı və niyə? Bu biraz şəxsi məsələyə girəcək deyə mən buna cavab vermək istəmirəm. Çünki biraz şəxsi məsələyə gedir. Başqa sualınız varsa problem yoxdur. İzninizlə mən cavablandırmaq istəyirəm. Mavi rəng həm sakitlik göstəricisi olduğu üçün, həm də mavi rəngi biraz, yəni çəhrayı rəngi əslində sevdiyim rəngdir, amma ikinci rəng mavi olaraq həm də sakitlik, dəniz, sakitlik, səma, buna görə mavi rəng deyərdim. Zənrə xanım, başqa? Əla. Rəna xanım, sizin təsviriniz mənə çox xoşuma gəldi. Həqiqətən də çox yəni bəllidir. Duyğuların dalğalarla harmoniyası. Metafora süperdir. Bəs Rəna xanım, bir sual vermək istəyirdim. Detektiv janrında daha çox hansı tipdə kitablar oxumusunuz? Yəni kimlərin əsərlərini daha çox oxumusunuz? Rəna xanımdan başqa danışa bilməyən yaza bilər. Problem deyil. Chat bölməsi açıqdır. Zənrə xanım, buyurun. Heç olubmu öz üzərinizdə ekspresiv terapiya keçirmisiniz? Mən məsələn hə olub. Nəyə görə? Çünki mən birinci bir praktikanı öz üzərimdə eləməliyəm ki, onun mənfisi, müsbətini görüm ki, onu müştəridə praktika etməyim. Amma təbii ki, öz üzərimdə deyəndə müəyyən, belə deyim də, o insan özü sərf edənləri eləyir ha. Onlara yol verdiyim üçün daha sonra yenə başqa bir şəxs üzərində hə praktika etmək kimi ehtiyac duymuşam. Daha çox hansı duyğuları özünüzdə ifadə eləmisiniz o terapiyada? Biraz şəxsi məsələlərə girir bu və mən bunu belə cəmiyyət içində danışmağı, qrup içində danışmağı biraz etik tapmadım, cavab vermək istəmirəm. Tamam, çox sağ olun. Xoşdur. Elxan Elatlı, oy da, Rəna xanım. Agatha Christie-ni mən də oxumuşam. Elxan Elatlı favori yazıçımdır. Sonra ingilislərin bir detektiv janrında əsəri var, Digital Forensic adında, ingilis dilindədir kitab. Müəllifi yadımdan çıxdı. Nə gözəl, nə gözəl Rəna xanım, sevindim. Bəs başqa, maşallah Rəna xanım çox aktivdir. Daha sonra digərləri, kimin nə sualı var? Bu mövzu, başqa mövzu heç Digər fərqi yox. iştirakçılarda nə suallarınız varsa ünvanlayın, bacardığımız qədər cavablandırın. Mütləq. Stres haqqında ola bilər, qorxular haqqında ola bilər, fərqi yox. Rəna xanım, Elxan özü ilə öz kitabları haqqında söhbət etmir, amma o gənc yazarlar, yazıçıları dəstəkləmir. Əslində Elxan Elatlının gənc yazıçıları dəstəkləmədiyini bilmirdim açığı. Mən Elxan Elatlının Qanbər Qasımlının xəfiyyələri, Cəhənnəmdən gələn səs, Bakıdan gələn xəfiyyə, qanunsuz əməliyyat, şantaj, eksperiment hamısını oxumuşam demək olar. Yəni çox həvəslə də oxuyuram. Sadəcə psixoloji analiz eləyə. Amma bəli, Cəhənnəmdən gələn bir də Qanbər Qasımlının xəfiyyələri mənə görə. Salman Qanıqə, mən də musiqidə sakit tapıram. Bir də rəsm çəkmək düzü peşəkar rəssamda həvəskaram, amma çox sakit tapıram. Bəli, çünki insan özünü necə deyim, yaxa 37 əsər. Oy da, nə gözəl. Oy, Maşallah, maşallah. O maşallah. 37 əsəri, yəni neçə yaşınız var xanım? Borderline Şəxsi deyilsə. Oy, maşallah. Borderline sindromu. Əslində borderline biraz klinik psixologiya sahəsinə girir və biz klinik psixoloq olmadığımız üçün çox o sahəyə toxuna bilmirik, amma müəyyən bir məlumat verə bilərik bundan bağlı nəzər əsaslarla. Borderline nə deməkdir? Düşünün ki, bu tamamilə bir şəxsiyyət pozuntusudur və necə belə izah edeyim sizə ki, bunun ən gözəl nümunəsi budur. Düşünün ki, bu bir
fiqurda bir nümunə kimi bunun gözünün qabağına gətirin. Bunun yarısı pozitivdir, yarısı neqativdir. Bu insan anidən oturan yerdə ağlına gətirib bilet alıb xaricə gedə biləcək tipdir. Yəni belə bir olur. Əvvəllər bir müddət belə bir diaqnoz qoyulmuş, amma mənə başqa bir bunun əsaslı olduğunu demişdi. Rəna xanım, borderline isə kim qoyub diaqnozunu? Oy da, əla, 24, 32, maşallah. Sevinç xanım, yəni psixiatr idi, psixoloq idi, psixoterapevt idi. Borderline haqqında mən də bir-iki kəlmə demək istəyirdim izinizlə. Bir də Rəna xanım psixoloq idi, psixiatrə yönləndirilmişdi. Psixiatr nə demişdi sizə? Bir də Həmidə xanım, biz dialoqumuzu bitirək, daha sonra maraqlı gəldi ki, borderline elə belə qoymaq yəni əsassızdır. Psixiatr qoymuşdu diaqnozu. Gözlərim oldu. Aydındır. Rəna xanım, təlimin sonunda əlaqə nömrəsini qeyd edəcəm. Biz istəsəz bunu şəxsi daha ətraflı sizinlə danışarıq. Çox dərinə girmək istəmirəm. O zaman Həmidə xanım, buyurun. Mikrofon sizdə. Borderline şəxsiyyət pozuntusu haqqında məlumat vermək istərdim izinizlə. İnsanın düşüncə, hiss və davranış tərzində davamlı qeyri-sabitlik yaradır. Yəni emosional qeyri-sabitlik. Hisslər tez dəyişir. Bir anda baxırsan ki, sevinclidirlər, bir anda baxırsan ki, kədərlə doludular. Tərk edilmə qorxusu yaşayırlar. Yaxın insanlarını itirməkdən, onlardan uzaqlaşmaqdan çox qorxurlar. Münasibətlərdə ifratlıq var. Biri ya çox sevirlər, ya da birindən aşırı dərəcədə nifrət edirlər. Kimlik özünü dərk problemləri olur. Mən kiməm sualına cavab tapmaqda çətinlik çəkirlər ki, mən kiməm, həyatda nə hansı mövqedəyəm, mən kiməm, kim olaraq dünyaya gəlmişəm, bunları tapmaqda çətinlik çəkirlər. Kimlik, özündəki problemləri yaşayırlar. Özünə zərər və intihar meyilləri olur. Emosional ağrını azaltmaq üçün bəzən özlərinə fiziki zərər belə verə bilərlər, intihara cəhd eləyə bilərlər. Boşluq hissləri yarana bilər onlarda. İçlərində sanki heç nə yoxdur kimi hiss edərlər. İmpulsiv davranışlar, pul xərcləmə olsun, yemək, maddə istifadəsi, riskli, sürücülük kimi ani və düşünülməmiş hərəkətlər ola bilər. Bəs səbəblər nədir? Səbəblər yenə də gedib çıxır uşaqlıq travmalarına, uşaqların uşaq yaşda zorakılığa məruz qalmaqlarına, valideynləri tərəfindən laqeydliyə və tərk edilmə duyğusuna. Genetik meyillilik də burada rol oynayır, gendən keçmə. Beyin kimyasında dəyişikliklər, emosiya tənzimləyən pozuntular ortaya çıxır. Uşaq yaşda sabit valideyn əlaqəsinin olmaması. Uşaq öz valideyni bir var yanında hiss eləsin. Bir də var ki, yanında hiss etmir. Heç bilmir ki, valideyn hardadır idi. Sabit valideyn əlaqəsi olur. Əlaqə yarada bilmir valideynin. Bunlar da səbəb ola bilər. Müalicəsi nədir? Borderline şəxsiyyət pozuntusunun müalicəsi təbii ki, müalicə oluna bilər bir pozuntu növüdür, lakin vaxt və səbir tələb edir. Əsas müalicə yolları isə kognitiv behavioral terapiya, yəni kognitiv behavioral terapiyadır. Həmidə xanım, Mənfi düşüncələri dəyişməyə kömək edir. Dərman müalicəsi isə əhval tənzimləyiciləri, antidepressanlar lazım olduqda istifadə olunur. Qrup terapiyası və dəstək proqramları sosial bacarıqlarını gücləndirir. Yaşamaq və başa düşmək. Borderline şəxsiyyət pozuntusu olan insanlar emosiyalarını çox dərin hiss edən, amma idarə etməkdə də çətinlik çəkən şəxslərdir. Onlara anlayış, dəstək və sabit münasibət göstərmək müalicə qədər önəmlidir. Çox sağ olun, məni dinlədiyiniz üçün təşəkkür edirəm. Həmidə xanım, çox sağ Deyəcəklərim olun belə. məlumat üçün. Sadəcə bizim ixtisasımız deyildi. O məsələyə çox dərindən girməyə etik hesab eləmirəm.
Ona görə də biz bu sahədə çox dərinə girməkdən yaxşıdır. Çünki bir sahə mütəxəssisi deyildikcə o barədə nə qədər danışmamız doğrudur da sual altındadır. Amma şəxsən mən çox istəyərdim ki, bir klinik psixoloqla bunun diskussiyasını təşkil edək. Bu daha düzgün olar. Ay maşallah. 24, 32, təbii ki. Əslində insanın özünü dərk prosesi 30 yaşa qədər, amma bəzən belə deyim, daha 30 yaşdan sonra davam edə bilər. Çünki 30 yaş, 40 yaş gəldikcə artıq insan, belə deyim, hər yaş dövrün axı özünə məxsus tələbatları və fəaliyyətləri var. Onlar məsələn 30 yaşında olan tələbat 20 yaşında yoxdur da. Onda artıq özünü daha belə dərindən anlamağa başlayır bir növ. Aha, başqa? Başqa? Kimin nə sualı? Əziz izləyicilərimiz, utanıb çəkinməyə ehtiyac yoxdur. Kimin nə sualı varsa buyurub verə bilər. Mənim heç 20 yaşım yoxdur. Rəna xanım, sizin neçə yaşınız var? Artıq kitab da yazmısınız. Amma bir çox fikirlər formalaşıb artıq. Düşünürəm ki, bu yaşla əlaqədar deyil. Fikirlər formalaşıb əla, amma sabitdirmi? Elxan Elatlı ilə bağlı verəcəyiniz sual şəxsi olub-olmamağa əsasən dəyişir. Elə sual verə bilərsiniz, ümumi ola bilər, elə sual verə bilər, şəxsi ola bilər. O yenə sizin sual tərzini verməkdən asılıdır. 30 yaşımdan sonra zehnim açıldı. Mega hazırlaşdım. 72 balını işə girdim. Maşallah. Maşallah, maşallah. Mən demək olar ki, biraz çox platformalarda təlim demişəm, amma lap yaxşı. Allah övladlarınızı saxlasın. Rəna xanım, sizin neçə yaşınız var idi? Elxan Adakyan psixoloqa məsləhət görmür. Tir yazışı normal yazmır. İnsan şüuruna təsir edir. Aha. Maşallah Rəna xanım, maşallah. Aha. Bəs Sənura xanım, siz psixoloq olaraq necə? Siz mövqeyiniz nədir? Məncə səsi açsaq, biz bunu səsli formada diskussiya etsək daha maraqlı olar. Əgər icazə verərsə, təbii ki. Mən özümdə Elxan Elatlı'nın, yəni belə deyim də, əsərlərinin çoxunu oxumuşam və çox Hı xoşum da hı. gəlir də. Aha. Yəni dedektiv janrlarını daha çox sevirəm. Aha. Amma bəziləri bunu pis deyirlər ki, yəni bəzi səhnələr var ki, orada yəni normal qarşılanmır. Çox Hı-hı. insanlar da heç məsləhət görmürlər. Amma belə baxanda, yəni ilk kitab oxumağa başlayanlara məsləhət görünür. Çünki çox məişət üslubda yazır deyə, çox rahat bir dildə yazır. Düzdür. Oxuması da çox rahat olur. Bəs Mən bu sizcə tərəfdən insanlar niyə ona qarşı belə aqressiyalıdırlar? Niyə onu sevmirlər? Səbəb nə ola bilər? Axşamınız xeyir. Axşamınız xeyir. Kimin səsi idi? Təhnə xanımın səsidir. Mən belə düşünürəm ki, orada olan həqiqətləri qəbul edə bilmirlər. Ay, sağ ol Təxminə xanım. Bəli. Çünki Elxan Elatlı bizim günümüzün aktual problemlərini bizə göstərir. Bizim günümüzdə şantaj dəhşət çoxdur. Dövlətə xəyanət edən dəhşət çoxdur. Zorakılıq hədsiz çoxdur. 2 gündən bir uşaq zorakılıqlarını, pedofiliyanın şahidiyik, düzdür? Heç uzağa getməyəcəm. Bir neçə ay bundan qabaq Sabirabadda baş vermiş hadisə hər birimizin məlumudur. Və hansı sahəyə girirsən, məsələn, qanunsuz əməliyyata girim. Qanunsuz əməliyyatda 19 yaşında olan bir qız zorakılığa məruz qalır. Günümüzün aktual problemidir. Eksperimentdə o boyda nazir acından ölən birini yaxşı, ona deyim, hər cür yaxşılıq amma insan nankor çıxır. Günümüzdə azdır mı nankor insan? Hamı elədir. Kimə yaxşılıq edirsən bir müddət sonra çönür deyir ki, xahiş eləmişdim. Çox düzdür. Və günümüzü yazır. Və insanlar, mən həmişə belə deyirəm, baş vermiş hadisələrə
reaksiya verə bilmirlər, gücləri çatmır onu dəyişməyə. Amma Elxan Əlahlıya gücü çatır. Onu dəyişməyə gücü çatmır. Amma Elxan Əlahlı gücü çatdığı üçün onun olan aqressiyasını transfer edir Elxan Əlahlıya. Mən şəxsən belə düşünürəm. Mən səhərdən təlimizə qulaq asıram. Çox yorğun bir kim olduğum üçün danışa bilmirdim, daha doğrusu. Çox Aha, indi gözəl dediniz ki, təlimdir. danışın. Hər iki təlimçiyə də təşəkkür edirəm. Zəhməti keçən hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Şəxsən mən özüm də maarifləndim. Çox təşəkkür edirəm. Sağ Sağ olun. olun. Zənura xanım, sizin əliniz qalxmışdı. Mən də sizlərin fikrinə, yəni həmfikirəm. Biraz da belə deyək də tam real bir şəkildə olmuş hadisələrdən yazır. Mən Elxan Əlahlı'nın Belçika Avçiyakasını oxuyanda Nərminin qətl hadisəsindən o hadisəni çox üst-üstə düşdüyünü gördüm də. Yəni faktiki olmuş şeydən yazırdı. Adi şantaj əsərini yazanda belə özü belə qeyd etmişdi ki, bir tələbə qızın başına gəlmiş bir hadisədə əsasən yazıram bunu. Yəni insanlar da reallığı qaçırlar, reallıqdan qaçdıqları üçün bunları qəbul Bəli, etmirlər. bəli. Bizim insanlar, bizim cəmiyyət heç bir zaman reallığı qəbul edə bilmir. Bunun bariz nümunəsidir ki, bizim millət psixoanalizi Freudi qəbul edəmir. Bir nömrə. Bir də yenə üzr istəyirəm. Bir Buyurun. də o zaman qəbul etmirlər, xoşlarına gəlmir ki, o əsəri oxuyanda və yaxud da ona aid film çəkiləndə hardasa özlərinə də orada görürlər ona görə. Nədənsə qorxurlar. Baxın, məsələn, mən bir araşdırma aparmışam həqiqətən də. Sadəcə özüm üçün də, yəni ki, maraqlı gəlib mənə. Deməli, bir qız var idi. Düşünün ki, bu qız Elxan Əlahlıdan yanaşı, Elxan Əlahlını artıq oxuyanları tənqidə başlayıb ki, Elxan Əlahlını oxuyan insanlar sıravi insanlardır. Yəni, ağılları yoxdur. Mən də bu xanıma dedim ki, tamam, gəl. Gəl bir danışım görüm ki, okeydə fikir. Nəyə görə belə bir fikir var? Deyir ki, Elxan Əlahlını oxuyanların başı çatmır da, görmür o necə yazır. Bax, belə formada. Deyirəm ki, tamam. Elxan Əlahlının başı çatmır, qoyduq. Bəs sənə nə olub? Deyir, necəyəm mən? Dedim, sən bir kitabı sevməyə bilərsən. Yazıçını sevməyə bilərsən. Düzü tənqid edə bilər, təhqir edə bilər, sənə qalıb. Amma sən onu oxuyanlara qarşı qeyri istifadə bildirməyə ixtiyarını harda görürsən özündə? Baxdı belə. Və bu xanım mənim kursuma gəlib, mən bunun müəlliməsiyəm. Təbii mən Elxan Əlahlı oxuduğumu bilmir bu. Dedim, mən Elxan Əlahlı oxuyuram. Onda belə çıxır ki, mən də adi insanam, sən də məndən dərs aldığın üçün adi insansan, yəni ağılsızsan. Baxdı belə. Dedim, görürsən ki, məsələ Elxan Əlahlı deyil, sənin yanaşma tərzindədir. Mən ora yanaşanda həyati dərs götürüb, reallıqda olan bir problemi tuta bilirəmsə və bunun həlli yollarını Elxan Əlahlı verir orada. Elxan Əlahlı hər bir əsərin sonunda insanı düşünməyə vadar eləyir. Ki, get düşün, tap. Qanunsuz əməliyyatda qızın zorlandığını, polis rəisi olduğunu mən əsərin sonunda tapmışam. 3 gün üstündə fikir eləmişəm, 3 gündən sonra tapmışam. Vermir orada. Sən düşünməyə tələb edir. Ay insan, yəni ki, şuurati mənada ayıl, bax, problemlərlə üzləş, problemin həll yolunu tap, düzəlt bu vəziyyəti. O vaxtı Cəlil Məmmədquluzadə Molla Nəsrəddin neynirdi? Cəmiyyətin problemlərini yumorla bizə çatdırırdı, düzdür? O vaxt onu qəbul ediblər. Fikir versin, eyni dövrə gəlmişik yenə. O vaxtın da insanları onu qəbul eləmir. Amma biz indi görürük ki, necə tupoy olublar. Qəbul eləməyiblər onu. İndi də həmin dövrdür. Biz Elxan Əlahlını qəbul eləmir. Amma bizdən sonra gələn nəsil deyir ki, o nəslin başı çatmayıb ki, necə Elxan Əlahlını qəbul eləməmək olar. Necə ki, bir vaxtda Freudi qəbul eləmir, indi Freudi başlayıcı eləyiblər. Heç nə yox, sadəcə bir də həmişə mən bunu insanlara deyəndə mənə cavab verə bilmirlər. Və onu qınayan insanlar heç əlində bir kitab alıb oxumağa bacarmayan insandır. Mən ona yanıram, tökülürəm ki, bu insan faktiki olaraq əziyyət çəkir. Və Elxan Əlahlının çox gözəl iradəsi var ki, fikir vermir tənqidlərə. Ümumiyyətlə fikir vermirsinizsə, heç vaxt heç nəyə reaksiya bildirməyib. Əla halaldır ona. Və ağıllı insan hər bir kitabı oxuyanda orada bir ideya var, orada bir problem var. O problemi tapar. Problemin həll yollarını çıxartar oradan. Özü üçün nəsə bir ipucu götürər oradan. Yoxsa kitab oxuduq, xoşum gəlmədi. Bir də insan nəyəsə qıcığa qalxırsa, orada özünə aid nəsə var. Mən həmişə bunu deyirəm. Niyə mən şantaj kitabı oxuyanda mənə heç təsir eləmir? Və yaxud da ki, niyə mən qanunsuz əməliyyat oxuyanda
Biz necədir? Bir insan olaraq deyirsən, ayda, həqiqətən pis oluram. Bu ayrı məsələdir. Bir də bax qıcığın qalxmağı var. Bax bu ayrı məsələdir. Niyə şantaj mənə təsir eləmir? Niyə qanmar qasımlı xəfiyyələr mənə təsir eləmir? Qanmar qasımlı kimi obraz yaratmaq hər iş adamın işi deyil. Əlamdar kimi obraz yaratmaq hər adamın işi deyil. Bəli, Amerikan artıq faktor oxucu kütləsi yaratmış. Şəxsən Çingiz Abdullayev daha mənə görə daha aydın yazır. Daha məşhur üslubunu yazır, Zənur xanımın sözünə qüvvət. Və o insan artıq Elxan Atlını qoymuş. Elxan Atlının aqressiyasını başqasına yönləndirəndə mən artıq başa düşdüm ki, bu insan problemi Elxan Atlı deyil, bu problemin özüdür. Və mən o həmin onunla danışanda uşaqlığında o qədər şey yaşamışdı ki, ata-ananı döyüb, qonşularının qız zorakılığa məruz qalıb. Dedim ki, yəni sənin qıcığının qalxması tamamilə normaldır şantaj insanı. Və uşaq vaxtı olan aqressiyan gəlinin də özünü göstərir. Mən həmişə bunu deyirəm. Əvvəllər Cəlil Məmmədquluzadə, Molla Nəsrəddin cəmiyyətdə olan problemlərini yumorla millətə çatdırırdı. Millət onu başa düşmürdü. Amma biz indi onu başa düşürəndə görürük ki, ayda, həqiqətən də onlar düz yazıb, cəmaət inanmayıb. O vaxtı da onları sabiri heç vaxt qəbul eləməyiblər, düzdür? Amma biz indi onları qəbul edib həyatımıza nümunə kimi götürürük. İndi də həmin şeydir. İndi də Elxan adı Cəlil Məmmədquluzadə yerində oturub yazır, yaradır. Biz insanı onu qəbul eləməyik. Bir neçə nəsil sonra deyəcək ki, həqiqətən bu millətin başı çatır. Ki onu başa düşməyibdir. Təbii ki. Həmin Məsələn, Rəfiqə xanım, mən düşünürəm ki, bir kitaba yanaşma tərzimi həm yaş və fərdi xüsusiyyətlərə uyğundur. Çünki hər kəs bir kitabı oxuyanda mən başqa şey düşünəcəm, sən başqa şey düşünəcəksən, digəri başqa şey düşünəcək. O kitabdan aldığın nəticə hamıya görə fərqli olar. Ona görə yəni bəzən Elxan Elatlıını bəyənmirlər. O da düzdür. Amma belə bir məsələ var. Mən şəxsən belə deyirəm ki, tamam, mən bir yazıçını sevməyə bilərəm, nifrət edərəm, söyərəm, təhqir edərəm. Bu okey, tamam. Amma özümdə. Mən sevməsəm də, nifrət eləsəm, mən ona hörmət eləməliyəm. Bu, belə necə deyim, bu ayrı cür məsələdir. Hörmət eləməliyəm. Hörmətdir bu. Amma mən onu qoyum qırağa. Başlayım onu oxuyanlara demək ki, onu oxuyanlar hamısı adi insanlardır. 37 kitab oxumaq adi insanın işi deyil. 24 kitab oxumaq adi insanın işi deyil. Bir dənə kitab oxuyursan, başın yanır. Onda insan durub deyərlər ki, adi insan nəyə görə sən qıcığın qalxıbsa, niyə adi insan oluruq? Və mən o sual verəndə ki, mən sən müəllimənəm, mən Elxan Atlını oxuyuram. Onda bir də çıxıb mən də ağılsızam, sən də gəl mənə dərs almısan, sən də ağılsızsan, bax düzdür mən belə. Aha, düz deməmişəm deməli. Ondan sonra həmin qız getdi, dəyişdi fikrini ki, bəli, mən Elxan Atlını sevmirəm. Dedim, ayısı, bunu deyə bilərsən. Necə ki, məsələn, elə yazısı var ki, mən sevmirəm. Amma ki, sən durasan, onu oxuyanlara tənqid edəcəksən, mən şəxsən, və bir də TikTokda çox vaxt mən görəm ki, prim yığmaq üçün başlayırlar onu təhqir eləməyə. Tamam, sevmirsən, yaxşı edirsən. Xoşlamırsan, yaxşı edirsən. Nifrət edirsən, yaxşı edirsən. Bunu niyə axı sosiala öz fikrini cəmaata yönləndirirsən? Bu sənindir. Sənin fikrindir də bu. Düzdür? Sən sevmirsən, sən bəyənmirsən. Sən niyə bunu elə aləmə yayırsan axı? Ki, təsdiq edəsinlər ki, hə, düz deyirsən, sən də deyirsən ki, hə, görsən mən düzdüm. Yəni, sübut axtarırsan da belə çıxır. Özün öz fikrinə inamın yoxdur, başqasının fikrini təsdiqini istəyirsən. Niyə? Nə səbəbə? Kütlə, ay, sağ ol. Hə, o belə deyibsə, 100% bu kitab pisdir. Və çox təəssüf olsun ki, bizim millətə, qrup psixologiyası çox gözəl təsir edə bilir. Adicə bir nümunə deyəcəm. Mən keçən dəfə təlimlərin birində dedim ki, mən məktəb psixoloqları üçün, praktik fəaliyyətdə olan məktəb psixoloqları üçün bir ayda kurs yaradıram. Pulsuz. İstəmirəm pul. Sadəcə material verəcəm, oxuyub gələcəksiniz. Belə bir şans yaratmışdım, düzdür? İndiyə qədər haradasa görmüşsünüz ki, hansısa bir məktəb psixoloqları üçün bir layihə yaratsınlar. Mən görməmişim. Görən olubsa, üzr istəyirəm indi də. Heç biri yazmadı. Heç biri. Hamı təlimlidir da. Yazacam, əla, super, çox sağ olun, var olun. Əla, hə, təlim qəşəngidir filan. Çıxdı. Gözlədim, qrupada yazdım. Heç kim yazmadı. Baxdım belə ki, sonra da bu insan gəlib mənə deyir ki, Elxan Atlı pis yazır. Onda adam deyir ki, sən heç öz ixtisasınızı işləmək istəmirsən, qalmısan yazıçı tənqid tapmağa.
Bu nə deməkdir yəni? Onları vəbşe. Rəna xanım, nə deyim artıq yəni? Cəmiyyət olaraq, bilmirəm, dinamikadayıqmı? Müəyyən insan icazə yoxdur, o din təbliğ etmir, bilmirəm. Eynən Günah xanım, düzdür. Bəli, din nə deyir? Mən dini sevmirəmsə, mən onu təhqir eləməliyəm. Eynən, eynən, Elxan eynən, düzdür. Latdan Elxan Latdan tənqid edənlərin də çoxusu o kitabların içərisində olanlardan xəbəri olmayanlardır. Ay, sağ ol. Bir də olub da başına onlardan gəlmişlərdən. Qıcığı var ona. 100%. Sadəcə, məsələn, açıq deyək, iPrimanın canlılarında eşidirlər o haqda. Gedib iminə o hissəni oxuyurlar və o hissəyə fikir bildirirlər. Digər hissələrdən xəbəri yoxdur ki, yəni oradan söhbət nədən gedir, Ay, sağ problem ol. nədir? Əsas ideyaya qapılmırlar. Başa düşürsün? Bəli, Əsas bir fikri fokuslanmır. Bəli, bir hissəyə görə durub bütün kitabı, yəni pisdir qoyur ora. O düzgün yanaşma deyil məncə. Ona görə Sən də bütün mən kitabı oxusan görərsən ki, bütün kitabda o şey haqqında yazılmayıb ki, sadəcə bir hissəsində yazılıb. Tamam, okey, o hissəsini istəmirsənsə oxuma. Amma bütün kitaba da durub qiymət vermə də, yəni. ümumiyyətlə bizim millət paradoksdadır. Mən bunu deyirəm. Necə? Adi bir nümunə deyəcəm. Girin TikToka. Yaman olsun, nə bilim, baboş kimi olsun, hamısı qınayır onu. Təhqir, qına. Amma onun sürdüyü Range Rover'i heç kim sürmür. O Range Rover'i ona kim alır? Onu qınayanlar. Düzdür? Like'lara baxırsan, şoka düşürsən. Camaat ərinmir. Pis şeyi var ha, yazır ora. Bir dənə nümunə verəcəm. Elxan Alatlı'nı heç kim sevmir. Kitab sərgisində onun yanına yaxınlaşmağa adam əlinə yer yox idi. Baxdım belə ki, bu kütlə hardan çıxdı? Mən şoka düşmüşdüm. Çoxu göstəriş üçün gedir məncə. Gedim Göstəriş üçün sadəcə getsə kitabından də, imza alım deyə. əgər mən sevmirəm, sevmədiyim insan imzasını mən neynirəm? Onda belə çıxır ki, 200-lüyəm də. Sevmirəm. İnsanı sevmirəm, hörmət eləməliyəm ki, yəni sevmirəm. Mən sevmədiyim insana görə durum, o boyda yol gedim Expoya, bu kitabını alım, imzalatdırım. Deməli, məndə problem var. Qısa verin, məndə problem var. Biznes üçün imzalı kitabları satır. Hə, o biznes üçün gedənlər üçün onda vəsə. Vay halımıza. Yəni oranı da biznesi çevirə bilərsə vay halımıza. Heç də demirəm də. Əslində çox xoş oldu. Təlim mənə də çox ləzzət elədi. Çox sevindim. Həqiqətən də yəni fövqəladə olan bir təlim idi. Başda King Education olmaqla hər birinizə çox təşəkkür edirəm. Yaxşı ki, qoşuldunuz, yaxşı ki, təşkilatçılıq oldu. Bu günə maraqlı bir mövzu ilə keçdik. Təbii ki də ki, mən hansı platformada varamsa, orada mütləq belə şeylər olur. Və gələn dəfə də İnşallah davamlı inşallah, olacaq təlimlərim. təbii ki, mənim təşkilatçılığımla, mən də King Education təşkilatçılığı ilə bir makna haqqında bir workshop təşkil edəcəyik sizlə. Makro mütəxəssis olduğum üçün və o barədə məlumatlanmanızı istəyərəm. Çünki o barədə çox sağ olsunlar, fikirlər yayıblar. Rəhna xanım, mən sizə nömrəni qeyd elədim. Həqiqətən də çox istəyərəm ki, yazasınız. Fikirləriniz mənə çox xoş gəlir. Sizinlə bir vaxt ayırmaq mənə çox zövq verir, həqiqətən. Amma yəni gözləyəcəm. Onda kimisə başqa sualı? Bəli, Rəna xanım, mən saat 11-ə qədər telefona baxıram. Yuxarıda qeyd elədim əslində. Elə sizin mesajınızın altında qeyd elədim. Bir dəqiqə. Aha, indi də göndərdim. Ki, ola bilər, bayaq kimsə görməyə bilər falan, göndərdim yenidən.
Başqa sualı falan olan yoxdursa, xoşdur Rəna xanım. O zaman hər birinizə çox-çox təşəkkür edirəm. Var olun. Çox sağ olun. King Education City təşəkkür edirəm ki, təşkil elədiniz. Biz belə qəşəng təlim keçə bildik. Həmidə xanıma da həmçinin çox təşəkkür edirəm. Uğurları daimi olsun və daha çox təlimlərdə moderator kimi iştirak eləsin. Sertifikatlarla bağlı suallarınızı Mən də burada Xədicə təyin xanıma özlərinin təşəkkürümü bildirirəm. Həmçinin də King Education Company-yə bu şəraiti yaratdığı üçün, mənə təlimçilik hüququnu verdiyi üçün və bu şəraiti yaradıb mən burada webinar keçməyimi onayladıqları üçün təşəkkür edirəm. İnşallah ki, başqa vaxt, başqa bir mövzularda yenidən sizlərin qarşınızda olacaq. Sizə də Rəfiqə xanım öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Xoşdur. O zaman əla. Özünüzə yaxşı baxın. İnşallah görüşmək ümidi. Sağ olun. Bizi qəbul edib gəldiyiniz üçün biz də sizə təşəkkür edirik. Sağ Çox olun. sağ olun.